Deməli belə, bugünkü mövzumuz Manna dövlətdir. Manna dövlətini sual-cavab eləyəcəyik. İlk öncə onu deyək, Aygün. Azərbaycanın nə üçün cənubunda ilk tayfa birlikləri, ilk dövlət qurumları daha tez əmələ gəlmişdi şimalına nisbətən? Niyə məhz cənubda? Mesopotamiya ilə bağlı. Ay sağ ol, Mesopotamiyaya yaxınlığı idi. Mesopotamiya hansı çayların hövzəsində yerləşən düzənlik idi? Dəclə və Fərat. Dəzlə, Fərat çayları. Dəzlə, Fərat çayları başlayan hansı ölkədən? İrandan. Türkiyədən. Türkiyə- Kür, Araz, Dəclə, Fərat. Dördü də başlayan hansı ölkədən? Türkiyədən. Ay sağ ol, Türkiyədən başlayır. Bəli. Azərbaycan cənubunda yaranmış dövlət qurumlarından hansıları deyə bilərsən və yaxud tayfa birliklərindən? Lulubi, Türkiyə. Lulubi, Lulubi, Turukki, Türkiyə. aha, Kuti. Kuti, Su, Su. ay sağ ol, bəli, kifayətdir. Xəzər dənizinin sahilində yaşayan türk mənşəli tayfalar hansıları idi bəs? Kaspiydi. Kaspilər idi, bəli. Aha, Qızılüzən çayının aşağı axarlarında Xəzərin sahilində yaşayan tayfalar hansıları idi bəs? K hərfindən gəlir. Kaddusilər. Kaddusi Kaddusi. tayfaları idi, bəli, düz düz. Deməli, belə deyək də, Azərbaycanda yaşayan tayfaların birləşmə prosesi gücləndikcə, tayfalar bir-biri ilə birləşdikcə, Azərbaycanın cənubunda tariximizin ən qədim, ən ilk dövləti olan hansı dövlət meydana gəldi? Manna dövləti. Manna dövləti meydana gəldi. Manna dövləti neçənci əsrdə meydana gəlmişdi? 9 və 8-ci əsrdə eramızda. Eramızdan əvvəl, bəli, 9-cu əsrdə meydana gəlmişdi. Düppələm düzdür. Deməli, tayfa ittifaqlarının həmin dövrlərdə yaranması davam edirdi. Daha sonra bu isə ticarətin, təsərrüfatın inkişafına daha da səbəb olmuşdu. Yaxşı, Manna dövlətinin sərhəddində yerləşən iki dənə dövlət hansı idi? Manna ilə qonşu dövlət? Aşur və Uran. Urartu dövləti. Assur və Urartu dövlətinin hər ikisinin eyni məqsədi var idi. Nə idi o məqsəd? Manna dövlətini ələ keçirtmək. Bəli, Manna dövlətini ələ keçirmək və Mannanın ərazisini işğal eləmək. Aydındır, Ayso. Manna adına biz ilk dəfə rast gəlirik nə vaxt? Mənim 2-ci Salman Əsərinin Mix yazılı kitabəsində. 2 yoxsa 3? 3. 3-cü Salman Əsərinin Mix yazılı kitabəsində. Mix yazılı kitabə neçənci əsrə aid idi? Və yaxud neçənci ilə aid idi? 9-cu əsrə. Eramızdan əvvəl 843-cü ilə. Daha dəqiqliyi ilə desək. Aydındır. 843. Bəli, eramızdan və 843-cü ilə aiddir. Manna dövlətinin paytaxtı İzirtu. İzirtu şəhəri idi. Bəli, yaxşı. Mannalılar özlərini hansı tayfaların varisi sayırdı? Lulubi. Aha. Türkiyə, Kuti. Su tayfalarını. Hətta Manniyan ölkəsi də deyilirdi. Lulubi ölkəsi. Lullubilər ölkəsi də deyilirdi. Bəli, Manna bölünürdü nələrə? İnzibati cəhətdən. Mənim 2 hissəyə bölünürdü. Vilayətlərə bölünürdü. Bəli, Bu vilayətlərə vilayətlərdən bölünürdü. hansıların adını çəkə bilərsən? Mənim Bat, nə Butu? Bara, Buştu, Bara, Gilzan, Cizdan, Zamua, Cirburun, Mazamua, Messi, Messi, Ay, Aysa, Subi, Zikertu, Gizilbunda, Aysa. Zama, Bu vilayətlərdən Ay, ən böyüyü hansı vilayət idi Acun? Z ilə Zama. başlayın. Bəli, Zamua vilayəti idi. Düppələm düzdür. Yaxşı, Mannada desək hansı gölün hövzəsində meydana gəlib? Urmiya gölü. Urmiya gölü yerləşir hansı ölkənin ərazisində? İranda. İranın ərazisində, Cənubi Azərbaycanda, bəli, düppələm düzdür. Deməli, daha sonra Mannanın adı çəkilən ilk hökmdar hansı idi? Udarik. Udaki. Udaki. Bacarsan keçən dəfə demək olar ki, heç deyə bilmirdin. Ücə yavaş-yavaş deyirsən. Udaki. Aydındır. Rəvatları qəlbədə yadda saxla. Udaki. Yadında qalacaq. Udakinin adı çəkilmişdi eramızdan əvvəl neçənci ildə? Eramızdan əvvəl
843-cü ildə. 843-cü ildə Mannanın adına rast gəlinmişdi. Amma eramızdan əvvəl 829-cu ildə Udakinin adı Bəli, çəkilir. 29-da. Bəli, eramızdan əvvəl 829-cu ildə. Deməli belə. Danışacağıq Manna dövlətinin idarə etmə sistemindən. Manna dövləti ictimai quruluşuna görə necə dövlət idi? Mən quldar. İctimai dövlətinə görə bəli, quldar dövlət idi. Bəs idarə etmə quruluşuna görə, siyasi quruluşuna Monarxiya. görə monarxiya. Monarxiya dövlət dedikdə nə başa düşürsən? Mənim irsən keçici idi. Hakimiyyətin irsən keçməsi, dövlətin bir nəsil tayfa tərəfindən, sülalə tərəfindən idarə edilməsi. Tamam. Ay, sağ ol, bəli, bələm düzdür. Dövlətə kimlər başçılıq eləyirdi? Hökmdarlar. Hökmdarlar. Neçənci əsrdən hökmdar hakimiyyət irsən keçməyə başlamışdı? Eramızdan əvvəl 8-ci əsrdən. Eramızdan əvvəl 8-ci əsrdən hakimiyyətin irsən keçməyə dediyinə nəyi nəzərdə tutacağıq? Mən monarxiyanı. Hakimiyyət irsən keçir dedikdə, yəni məsələn, hökmdar İranzudur. İranzudan kimə keçməlidir hakimiyyət? Oğluna. Oğluna, sonra atadan oğula. nəvəsinə. Atadan oğula keçməlidir. Düppələm düzdür. Manna mərkəzləşdirilmiş qaydada idarə edilirmi? Bəli. Eramızdan İran və tərəfdən. 8-ci əsrdən yaxşı. Hökmdarın yanında məsləhətçi orqan Ağsaqqallar Şurası. Ağsaqqallar Şurası idi. Düppələm düzdür. Ağsaqqallar Şurası qərarlara müdaxilə eləsə də, qərar çıxarsa da, sonuncu qərar hökmdara yoxsa ağsaqqallara məxsus idi? Hökmdara məxsus idi. Sonuncu qərar hökmdara məxsus idi. Vilayətləri idarə edirdi kimlər? Canişinlər. Canişinləri hakimiyyətə təyin edirdi kim? Hakim. Hökmdar. Hökmdar, bəli, düppələm düzdür. Dövlət siyasəti əsasən hansı dövlətə yaxın aparılırdı? Aşur dövlət. Aşur dövlətinə yaxın aparılırdı. Manna dövlətinin yaradılmasının Azərbaycan tarixi üçün nə kimi əhəmiyyəti var? Mənim ilkin və ənənəvi dövlət kimi. Ay, sağ ol, düppələm düzdür. Yaxşı, danışacağıq Mannanın hökmdarlarından. Mannanın ən güclü hökmdarı desək? İranzu. İranzunun hakimiyyət illəri? 1740. 1700. Bizə? 1000 Mən xeyr, 740, 19. 740-719 eramızdan əvvəl. Yaxşı, illəri dedikdə eramızdan əvvəldə deyək, ay sağ ol, eramızdan əvvəl 740-719-cu illərdə, bəli. Deməli, İranzu hakimiyyətə gəldikdə İranzunun qarşısında dayanan iki dənə məsələ. Birinci məsələ nə idi, ikinci məsələ nə idi? Mən vilayətləri birləşdirəcəkdi, mərkəzləşdirmə yaradacaqdı. Mərkəzi hakimiyyəti bəli, daha da gücləndirəcəkdi. İkinci məsələ nə idi? Mənim xarici siyasət yaratmaq. Mannaya xarici hücumların Xarici qarşısını almaq. hücumlardan qorunmaq. Mannaya əsasən xaricdə hücum eləyən, Manna dövlətinin ərazisinə, bütövlüyünə təcavüz eləyən hansı dövlət idi? Təcavüzkar dövlət. Urartu dövləti idi. Bəli, düppələm düzdür. Mannanın daxili siyasətindən danışaq. Mannanın dedikdə İranzunun daxili siyasətindən danışaq. Sonra keçək İranzunun xarici siyasətinə. İranzu daxildə əsasən nə siyasəti yürütdü? Necə mənim səs getmişdi? İranzu daxildə nə siyasəti yürütdü? Mənim vilayətlərdə birləşdirdi, Mərkəzləşmə siyasəti yürütdü. Ay, sağ ol. Bəli. İranzu vilayətləri idarə etmək üçün nə sistemi yaratdı? Mənim mərkəzləşdirmə sistemi. Canişinlik sistemi. Canişin. Deməli biz dedik ki, canişinlik sistemi Manna dövlətində yaradıb, əsasını qoyub kim? İranzu. Ay, sağ ol, İranzudur. Bələm düzdür. Deməli, Mannanın ərazisi şimaldan hansı çaya kimi çatırdı? Araz çayına qədər. Araz çayına, cənubdan hansı ərazilərə kimi çatırdı? Parusva və Midiya dövlətinin torpaqlarına kimi çatırdı. Bəli, bələm düz. İranzunun xarici siyasəti. İranzu hansı hadisədən istifadə edərək Urartudan işğal olmuşdur? Urantunun Zəifləməsindən, bəli, və bununla da Manna qədim şərqdə çevrildi ən qüdrətli dövlətlərdən birinə. Hansı dövlətlə siyasətində daha üstün rol oynadı? Hansı dövlətlə diplomatik əlaqələri daha çox qururdular? Aşurla. Bəli, Aşur dövlətinin siyasi üstünlüyünü tanıyaraq ona xərac verdimi, yoxsa xərac vermədi? Bəli, verdi, Xərac verdi.
və Assurla müttəfiqlik haqqında müqavilədə imzaladı. Bu müttəfiqlik müqaviləsinə əsasən Assur Mannaya nə təminatı vermişdi? Nə öhdəliyinə, nə boynuna götürmüşdü? Vaxtında xərac ödəməli idi. Kim ödəməli idi vaxtında xərac? Manna dövləti ödəməli Manna, idi. Assur da bu xəracın qarşılığında nə etməli idi Mannaya? Mən onun daxili təcavüzlərdən Xarici təcavüzlərdən qorumalı idi. Yəni Urartunun işğalçılıq siyasətindən qorumalı idi. İndi Mannada Urartumelli qüvvələr var idi. Bu Urartumelli qüvvələr nəyə çalışırdılar? Dövləti birləşdirməyə mi, parçalamağa? Parçalamağa, bəli, süquta uğramasına Manna dövləti. Urartu ilə mübarizə eramızdan əvvəl 735-ci ildə Assurun yoxsa Urartunun qələbəsi ilə başa çatdı? Assurun qələbəsi ilə başa çatmışdı. Düppələm düzdür. Yaxşı, həmin illərdə Urartunun hökmdarı kim idi? Urartunun hökmdarı bir dəqiqə. Kim idi? Birinci Rusa. Birinci Rusa. Ay, sağ ol. Və birinci Rusa Mannanın bəzi vilayətləri ilə əlaqəyə keçərək onları üsyana təşviq elədi. Eramızdan əvvəl 719-cu ildə İranzu və onun mərkəzləşdirmə siyasətinə qarşı hansı vilayətlərdə üsyanları baş verdi? Gilzan idi. Şuandahul və Durdukka. Bəli. Şuandahul və Durdukka şəhərlərində, bəli, düppələm düzdür, üsyan baş verdi. Yaxşı. Üsyanı yatışdırmaqda İranzuya kömək elədi kim? Mənim ikinci bir dəqiqə. Sargon. İkinci Sargon hara hökmdarı idi? Assur hökmdarı idi, bəli, düppələm düzdür. Üsyanı yatışdırmaqda İranzuya kömək eləmişdi. Deməli, İranzudan sonra gəldi hakimiyyətə kim? Azanın hakimiyyət illəri, Aza neçə il qaldı Eramızdan əvvəl 718, eramızdan əvvəl 716-cı il. Bəli, Aza neçə il hakimiyyətdə qaldı? 2. Aza Urartumelli yoxsa Assurmelli siyasət yürütdü? Assurmelli. Aza ilə İranzunun oxşar cəhət kimi hər ikisinin Assurmelli siyasət yürütməsini götürə bilərikmi? Bəli. Bəs Azanın dövründə daxili sabitlik davam elədi, yoxsa daxili çəkişmələr daha da gücləndi? Daxili çəkişmələr daha da güclənmişdi, bəli. Eramızdan əvvəl 716-cı il hansı döyüş? Mənim bir dənə Uauş döyüşü və yaxud Səhənd dağı ətəyində döyüş, Səhənd dağı ətrafında döyüş. Səhənd dağı da hal-hazırda İran ərazisində yerləşən dağdır. Ay, sağ ol. Uauş döyüşün nəticəsində mənim nəticəsində Azanı öldürdülər. Yox. Və Aza Uauş döyüşündə kiminlə döyüşürdü? Mənim Urartu ilə döyüşürdü. Bəli, Urartu ilə döyüşürdü. Urartu hökmdarı birinci Rusa ilə. Qələbə qazanan Manna oldu, yoxsa Urartu? Ay, sağ ol. Qələbə qazanan kim oldu? Urartu oldu və Mannanın 22 dənə qalası. Ay, sağ ol. Birinci Rusa işğal elədi. Yaxşı. Birinci Rusanın köməkliyi ilə hakimiyyətə gətirildi Azadan sonra kim? Ulusunun hakimiyyət illəri? Eramızdan əvvəl 714. 716-cı ildən 680-a kimi. Bəli. Ay, sağ ol. Ulusunun hakimiyyətə gələndə Assurmelli siyasət yürütdü, yoxsa Urartumelli? Urartumelli. Məcbur qaldı, Urartumelli siyasət yürütdü. 22 dənə Manna qalasının Urartuda qalması ilə razılaşdı, yoxsa onu geri almağa can atdı? Razılaşdı və birinci Rusanın təkidi ilə Assuriya ilə olan ittifaqdan çıxdı. Təbii ki, bu da Assuriyanın xoşuna gəlmədi. Belə olan təqdirdə... Sonra Mərvana qarşı yürüş oldu. Yürüş neçənci ildə oldu? Eramızdan əvvəl 714-cü ildə. 16-cı ildə. 16-cı ildə oldu. 716. Və mən
Nə deyim? 716-cı ildə hücum eləyən Assur hökmdarı kim idi? İkinci Sargon. İkinci Sargon. İkinci Sargonun yürüşü nəticəsində nə baş verdi? Mənim paytaxtı olan İzirtu, bir də digər ərazilərdə yanğın. Onları elə bir Paytaxtı və digər əraziləri tutaraq yandırdı. Ay sağ ol. Paytaxtı və digər əraziləri düppələndüz tutaraq yandırdı. Urartu meyilli qüvvələri məğlub elədi. Bunu görən ulusunu Mənim döyüşdən qaçdı, sonra gəlib ondan yəni üzr istədi. Bilədin. bəs birinci Rusanın aqibəti nə oldu? Birinci Rusa ikinci Sargonla döyüşdə qaçdı. məğlub oldu, qaçdı. İkinci Sargonun ən böyük yürüşü və ən uğurlu. Eramızdan əvvəl 714-cü ildə. 714-cü ildə hansı ölkələrə yürüş eləmişdi ikinci Sargon? Mən Mannaya, Mannaya, Midyaya böyük yürüşlər eləmişdi. İkinci Sargonun Mannaya yürüşündə 3 dənə böyük məqsədi var idi. Hansılar idi o məqsədlər? Bir, mənim xərac verməli idilər Aşur dövlətinə. Mannadan gələn xəracın vaxtında ödənilməsini təmin eləmək. Bəli. 2, buna qarşılıq mənim onun işğalda olan ərazilərini vermək və xarici təcavüzlərdən qorumaq idi. Ay sağ ol. Belə deyək. Mannanın Assuriyaya verdiyi xəracın vaxtında ödənilməsinə təmin eləmək. Bu xəraca qarşılıq Mannanı Urartunun təcavüzündən qorumaq və Mannada Assuriyanın mövqeyini daha da möhkəmləndirmək. Ay sağ ol. Daha da möhkəmləndirmək. Bəli. Mannanın hansı şəhərində müqavilə bağlandı və neçənci ildə? Assuriya ilə Manna arasında. S hərfi ilə gəlir. Sirdaqqa müqaviləsi. Sirdaqqa, bəli. Elə eramızdan əvvəl 714-cü ildə Sirdaqqa müqaviləsinin şərtlərinə əsasən mənim elə 3 dənə məqsəddə xəraclar vaxtında ödənəcəkdi. Manna Aşura xərac ödəməli idi. Bunun da qarşılığında Assuriya Mannanın işğalda olan ərazilərini azad edəcəkdi. Bəli, ona geri qaytaracaqdı və xarici təcavüzlərdən onları qoruyacaqdı. Assuriya ilə Urartu arasında baş verən döyüşün aqibəti nə oldu? Birinci Rusa öldü, yoxsa sağ qaldı? Öldürüldü. Özünü öldürdü. Özünü öldürdü, bəli. Və Urartu zəifləyərək bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Bəli, düppələm düzdür. Deməli belə, Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna ərazilərini daha da genişləndirdi və əvvəllər Urartu tərəfindən tutulan torpaqları öz ərazilərinə birləşdirdi. Bütün vilayətlər mərkəzi hakimiyyət ətrafında birləşdi. Bunun da şərəfinə ulusunu nə elədi? Ulusunu onun şərəfinə tarixi Sargonun şərəfinə, bəli, şərəfinə yazılı abidə qoydurdu. Eramızdan əvvəl 714-cü ildə. Deməli belə. Ulusundan sonra gəldi hakimiyyətə kim? Ahşeri. Ahşerinin hakimiyyət illəri. Eramızdan əvvəl 714. Eramızdan əvvəl 714-dən də 675-ə qədər. Gəlsən qatışdırdın ax. İllər yazmam. 716-da Aza getdi hakimiyyətdən. 740, 719 İranzu. 19-dan sonra 718-də gəldi Aza. 716-da getdi Aza. 716-da Azanın yerinə gəldi Ulusunu. Ulusunu da getdi 680-da. Ondan 5 il sonra 675-ci ildə gəldi Ahşeri 650-yə kimi. Tutardı getdi. Eramızdan əvvəl 675-650. Ahşeri ulusunu ilə oxşar cəhəti kimi, Ahşerinin ulusunu ilə oxşar cəhəti kimi hər ikisinin Assuriya ilə olan ittifaqdan üz döndərməsini götürə bilərikmi? Bəli. Deməli Ahşeri də üz döndərdi. Amma ulusunu Urartuya meyl elədi, lakin Ahşeri kimə meyl elədi? Türk tayfaları. Bəli, İskit, Skiv, Sak tayfaları. Türklərin Azərbaycana neçə dənə böyük yaxını olub? 3 dənə. 3 dənə böyük yaxını olub. Bəli, tamamilə haqlısan.
İskitlərin, Kimmerlərin, Skiflərin, Sakların Azərbaycan torpaqlarına gəlişi türklərin birinci böyük yaxınıdır. Bəli. Ay sağ ol. Deməli bu türk tayfaları harda gəlib məskən saldılar? Manna ilə hansı dövlətin sərhədləri arasında? Midiya. Yox. Xeyr, mənim şimalda məskən saldı. Assuriya ilə Manna sərhədləri arasında. Bəli, bəli. Və Ahşeri də onlarla ittifaq bağlayaraq nə elədi? Assurla olan ittifaqdan çıxdı. Hətta Assur torpaqlarına hücumlar da elədilər. Ahşerinin Assurla ittifaqını pozduğunu görən Assuriya hökmdarı kim? Necə? Aşur Banipal. Aşur Banipal nə elədi bunun qarşılığında? Mən Manna dövlətinə hücum elədi. Ay Manna dövlətinə eramızdan əvvəl 650-ci ildə hücum elədi. Hansı şəhəri hökmdarlıq şəhəri adlandırdı? Və yaxud padşahlar şəhəri? İzirtu. İzirtunu və Mannanın digər şəhərlərini talan elədimi? Bəli, talan elədi. Elədi. Hətta Manna əhalisini və malqaranın da bir qismini qənimət kimi özü ilə təəssüf ki apardı. Ahşerinin bu yaratmaz siyasətindən qəzəblənən xalq mənim Ahşerini öldürdüm. bəli, eramızdan əvvəl 650-ci ildə üsyan qaldıraraq Ahşeri öldürüldü. Ahşerdən sonra gəldi hakimiyyətə kim? Uvalli. Bəli, eramızdan əvvəl 650-dən 630-cu ilə kimi. Uvalli, Aza, İranzu hər üçü Assuriya ilə ittifaq olub, hər üçü Assur meyilli olub. Düz deyirəm, səhv deyirəm. İranzu, Uvalli, Aza. Düz deyirəm. Ay sağ ol. Bəli, düppələm düzdür. Yaxşı. Manna neçənci ildə süqut elədi? Eramızdan əvvəl süqutu 590-cı ildə, bəli, Manna dövlətinin ərazisi hansı dövlət tərəfindən tutuldu? Midiya, kiçik Midiya və ondan sonra kiçik Midiya. Ay sağ ol, düppələm düzdür. Yaxşı, Skit padşahlığı da Midiya ilə rəqabət apara bilməyib, elə həmin ildə süqut eləmişdi. Əla. Da Mannanın siyasi müstəvidə həyatı. İndi keçirik Mannanın təbiətinə, təsərrüfatına və əhalisinə. Yaxşı. Deməli belə. İlk baxışdan biz xəritəyə diqqət eləyək, Mannanın ərazisini görürük. Düzdürmü? Araz çayından cənubdakı torpaqlarımızı əhatə eləyir Manna dövlətinin ərazisi. Urmiya gölünün hövzəsindədir. Və biz də Türkiyə ərazisindən başlayan Fərat və Dəzlə çaylarının arasında Mesopotamiya ovalığında Aşşur və Babil dövlətlərini görürük. Diqqət eləsək, şimalda Urartu, cənubunda isə Aşşur dövləti Manna dövləti ilə sərhəddə yerləşib. Aydındır. Manna dövlətinin də biz ərazilərini, vilayətlərinə diqqət eləsək, Sangubuti, Bara, Subi, Uiştis, Zikertu, Andiya, Buştu, Cizilbunda, Messi, Mazamua, Zamua və ən böyük vilayəti də Zamua idi. Bu da Mannanın ərazisidir. Yəqin ki, xəritədə bunu biz fərqləndirə biləcəyik. Araz çayından cənub və Urmiya gölünün hövzəsinə diqqət eləyəcəyik, avtomatik olaraq. Yaxşımı? Ay sağ ol. Deməli, Mannanın təbiəti, Manna düzənlik yoxsa dağlıq ölkə idi? Dağlıq ölkə idi. Dağlıq ölkə idi, bəli. Ərazisinin çayları sıx idi yoxsa çayları az idi? Sıx idi. Əhali məskunlaşmışdı harda? Çay kənarı, çay kənarlarında, çay vadilərində sıx məskunlaşmışdı. Çay kənarında məskunlaşan əhalinin başlıca məşğuliyyəti olar nə? Maldarlıq və əkinçilik. Maldarlıq. Ölkə ərazisi faydalı qazıntılarla zəngin idimi? Bəli. Faydalı qazıntılardan, bəli, qızıl, gümüş, qurquşun, dəmir, mis çıxarılırdı. Düppələm düz. Manna əhalisi nə mənşəli idi? Millət olaraq. Türk. Türk mənşəli idi. Köçəri yoxsa oturaq həyat tərzi sürürdülər?
Oturaq hərəkətləri sürürdü. Manna dövləti hansı tayfaların varislərindən hesab edilir? Lubi, Türkiye, Turki, Sukuti. Ay sağ ol. Manna əhalisinin sosial təbəqələrə görə neçə yerə bölünür Manna əhalisi? 2 yerə. 4 yerə. 4 yerə, bəli. Əyanlar, Birincisi əyanlar, ikincisi sənətkarlar, sənətkarlar, üçüncüsü tacirlər. kəndli, dördüncüsü də qullar. bəli, sənətkarlar, kəndlilər, qullar. Deməli belə. Mannanın təsərrüfatında əsas yeri tuturdu. Əkinçilik, maldarlıq, Ay sağ ol. sənətkarlıq, Torpağı nə ilə şumlayırdılar? xışla. Xış hansı dövrdə kəşf olunub? Mən xış, mən erkən, bir dəqiqə, Tunc, Erkən Tunc dövründə. Erkən Tunc dövründə hansı ictimai əmək bölgüsü? İctimai əmək bölgüsü, mən Tunc dövrünü... Birinci ictimai əmək bölgüsü. Birinci ictimai əmək bölgüsündə nələr yaranıb? Mən xış yaranmışdır. Birinci ictimai əmək bölgüsündə əkinçilər və maldarlar meydana gəlib. Əkinçilik Bəli, maldarlıqdan ayrılıb. Xış Bəli. meydana gəlib əkinçilikdə. Sonra süni Otdan Süni istifadə suvarma olundu. sistemi meydana gəlib. Süni otdan istifadə olunur. Süni otdan istifadə olunur da zaten erkən. Yaxşı, deməli taxıl anbarları Mannada kimə məxsus idi? Hökmdara. Hökmdarlara. Hökmdarlar taxıl anbarlarından nə məqsəd ilə istifadə edirlər? Mənim mən taxıl yığırlar və qurulu və acı vaxtı Quraqlıq, aclıq dövründə əhaliyə paylayırdılar. əhaliyə Əhsən. paylayırlar. Mannanın at ilxıları ilə, at sürüləri ilə məşhur olan vilayəti Supi. Subbi vilayəti, bəli. Daha sonra deməli Mannada metal işləmə və sənətkarlıq güclü şəkildə inkişaf eləmişdi. Bu da onu göstərir ki, Manna ərazisi dəmir filizləri ilə zəngin idi. Aydındır? Bəli. Deməli Mannanın şəhərləri qala divarları ilə əhatə olunmuşdumu? Bəli. Ay sağ ol. Həsənlidən nə tapılmışdı? Həsəndən mən Qızıl qızıl cam tapılmışdı. can. Qızıl cam, balaca stəkanda bir növ. Qızıl camın üzərində təsvir edilmişdi nə? Mən onların döyüş arabaları üzərində ay, günəş və külək və yağış tanrıları. Əfsanəvi səhnələr təsvir edilmişdi də. Yaxşı, Ziviyədən nə tapılmışdı bəs? Ziviyədən mənim reton olan Ritonlar, buynuz formalı, bəli, buynuz formalı içki qabı, qədəhlər, qızıl və gümüş qədəhlər. Deməli, Mannada iri şərab küplərinin tapılması nəyə sübut edir? Mənim üzümçülüklə məşğul olmalar. Üzümçülüyün olmasını, ay sağ ol, əhsən. Mannada tapılmış gümüş sininin üzərində hansı yazı növünə rast gəlinir? Heroglif. Bəli, heroglif, dübbələm düz. Əhsən. Deməli. Mannanın dinindən danışsaq, tək tanrılı yoxsa çox tanrılı? Çox tanrılı idi. Çox tanrılı idi. Əhali nələrə sitayiş edirdi əsasən? Aya, günəşə, Küləyə, yağışa, bəli, səma cisimlərinə, təbiət hadisələrinə. Mannalılar Allahlara heykəl qoyurdu. Düz deyirəm, səhv deyirəm. Düz deyirsiz, mən məbədlərdə Təbiətin ölüb dirilməsini, qədim insanların axirətə ilə diriliş ağacları, bəli, dübbələm düz. Manna əsatirlərində 2 dənə əfsanəvi varlıq var. Q hərfindən başlayır, bir də S hərfindən. Grifon, bir də Sfinks. Grifon mənim şir bədənli, qartal qollu və qartal başı ya da şir başlı olandır. O S hərfindən başlayanda mənim adam başlı, şir bədənli, əfsanəvi. Şəkillərdə biz görmüşük də, Misir piramidalarının yanında uzanmış şir şəkilli bir dənə tikili vardı. Hə. Həmin o tikili Sfinks. Amma şəkildə çəkmişəm dəvəmə. Ay sağ ol. Həmin o tikili Sfinksdir. Deməli Sfinks heykəlinin olması Manna ilə Misirin oxşar cəhətidir. Oxşar cəhətlər.
Ay, sağ ol, oxşar cəhətidir. Eramızdan əvvəl 3-cü minillikdə qədim Mannalılar və yaxud qədim Manna tayfaları hansı yazı növü ilə tanış idilər? Mi Mixi yazı növü ilə, bəli, mix yazısı ilə tanış idilər. Yaxşı. Qədim Manna hökmdarları əslən türk mənşəli idimi? bəli. Biz bunu nədə görə bildik? Adlarında, yer adları və yaxud da şəxsin adlarında. Ay, sağ ol, bələm düzdür. Manna ilə Misir hər ikisi quldar dövlət idi. Düz deyirəm, səhv deyirəm. Bəli, düzdür. Hər ikisinə hökmdar başçılıq eləyir. Düz deyirəm, səhv deyirəm. Düzdürsüz. Hər ikisinə firavun başçılıq eləyir. Düz deyirəm, səhv deyirəm. Səhvsiz. Səhv deyirəm. Firavun hardaydı? Firon. Misirdə. Firon nədir? İndi onu biz keçəcəyik. Keçməmişik, keçəcəyik. Hər ikisi çox tanrılı idi. Hər ikisində hieroqlif yazıdan istifadə edilirdi. Hər ikisi eramızdan əvvəl 1-ci minillikdə xarici müdaxilə nəticəsində, yəni xarici dövlətlərin hücumu nəticəsində süqut eləmişdi. Hər ikisində də sfinks var idi. Bəli. Hər ikisi də vilayətlərə bölünürdü. Canişinlər idarə edirdi. Bəli, bəli. Qədim Manna haqqında nə sual? Heç bir şey. Qədim Mannadan qaranlıq qalan bir şey yoxdur.